Salam dəyərli əziz izləyicilər. Sizi bugün ruhumuzu dincəldən, qədim və yeniləşən Hadrut qəsəbəsinin zirvəsindən salamlayırıq. Baxdığınız bu görüntülər tək dağların əhatəsindəki binalar deyil. Eyni zamanda Azərbaycanın bərpa olunan gücünü və sülhə sadiqliyini nümayiş etdirir. Bu videoda təkcə Hadrutu gəzməyəcəyik. Sizi Zəngilanın yeni tikilən Cahangirbəyli və Cəbrayılın Sultanlı kəndlərindən görüntülər, həmçinin Xocalı və Xankəndi şəhərindən eksklüziv kadrlarla tanış edəcəyik. Bizi önümüzdəki dəqiqələrdə çox maraqlı mənzərələr gözləyir. Lakin video keçməzdən əvvəl xaricdə yaşayan çoxsaylı izləyicilərimizin arzusunu nəzərə alaraq bir yeniliyi elan etmək istəyirik. Gələcəkdə kanalımızda həftənin müəyyən edilmiş günlərində videolarımız rus və ingilis dillərində də yayımlanacaq. Beləliklə beynəlxalq auditoriyamızda Qarabağ və Şərqi Zəngəzurun füsunkar gözəlliyini və inkişafını öz dilində izləyə biləcək. İndi isə gəlin birlikdə yeni tikilən yurt yerlərimizi gəzək. Buyurun izləyin. Hadrutun panoramik mənzərəsindən ayrılıb Xocavəndin özünə məxsus təbiətinin dərinliklərinə doğru irəliləyirik. Bura hər ağacın və hər qayanın minillik yaddaşının qorunduğu bir məkandır. Qarşımızda uzanan bu sıx zümrüd meşələr bölgənin təmiz havasının və ekoloji saflığının əsas mənbəyi hesab olunur. Dağlardan süzülüb gələn buz kimi dağ çaylarının səsi, meşənin sükunəti ilə birləşərək bənzərsiz bir harmoniya yaradır. Bu su qaynaqları təkcə mənzərəni tamamlamır, həm də bölgənin zəngin flora və faunasının həyat damarıdır. Xocavəndin təbiətini fərqli edən cəhət insan əlinin hələ toxunmadığı bu təbii vəhşiliyin və gözəlliyin qorunub saxlanmasıdır. Hazırda bölgədə bu ekosistemin qorunması və turizm potensialının düzgün qiymətləndirilməsi istiqamətində mühüm addımlar atılır. Xocavənd meşələri gələcəkdə həm yerli, həm də xarici ekoturizm həvəskarları üçün əsas marşrutlardan birinə çevriləcək. Bu meşələrin hər cığırı bizə təbiətin nə qədər səxavətli olduğunu xatırladır. Təbiətin bu möhtəşəm simfoniyasını seyr etmək, əcdadlarımızın bizə qoyduğu bu mirası hiss etmək qürur vericidir. Gəlin Xocavəndin bu yaşıl dünyasının içində səyahətimizi davam etdirək. Qarabağın hər qarışında yeni bir həyat hekayəsi yazılır. İndi dayandığımız bu nöqtə Xocavənd rayonunun Xanoba kəndidir. İllərin sükunətindən sonra yenidən doğma nəfəslə canlanır. Bu kənd xarabalıqların üzərində yüksələn müasir Azərbaycan kəndinin ən gözəl nümunələrindən biridir. Quruculuq işləri burada hər addımda özünü göstərir. Evlərin memarlıq üslubu təbiətlə vəhdət təşkil edir. Hər bir detal sakinlərin rahatlığı üçün düşünülüb. Xanobanın yenidən qurulması tariximizə və torpağımıza olan sarsılmaz bağlılığımızın təzahürüdür. Bura artıq bir köç yeri yox, əbədi bir yurd yeridir. Ən qürurverici fakt kəndin bugünkü statistikasıdır. Hazırda Xanobada 38 ailə öz ocağını yenidən qurmuşdu. Ümumilikdə 174 sakin artıq bu torpaqlarda daimi məskunlaşaraq yeni bir gələcəyin təməlini qoyub. İllərlə həsrətində olduğunuz o canlılıq, uşaq səsləri, qonşu söhbətləri Xanoba küçələrinə geri dönüb. Xocavəndin hər kəndi kimi Xanoba da gələcəyə böyük ümidlərlə baxır. Dövlətimizin göstərdiyi qayğı və insanların öz torpağına olan sevgisi sayəsində bura yaxın vaxtlarda bölgənin ən abad və çiçəklənən güşələrindən birinə çevriləcək. Bu mənzərələrə baxmaq, qələbəmizin meyvələrini canlı görmək hər birimiz üçün böyük fəxrdir. Qarabağın incisi Xocalı rayonunun qərbində Mənzərəli dərənin qoynunda yerləşən
Meşəli kəndi təbiətin ən xalis güşələrindən biridir. Adından da göründüyü kimi burası qədim meşə örtüyü ilə əhatə olunmuşdur. Meşəlinin təbiəti onun həm strateji əhəmiyyətini, həm də bənzərsiz gözəlliyini müəyyən edən əsas amildir. Bölgənin florası olduqca zəngindir. Meşəlinin ətrafındakı dağ yamaclarda əsasən palıd, vələs, fıstıq və ağcaqayın kimi qiymətli ağac növləri üstünlük təşkil edir. Bu meşələr təkcə oksigen mənbəyi deyil, həm də bölgənin mikroiqlimini tənzimləyən təbii bir qalxandır. Yaşı min illərlə ölçülən qədim palıd ağacları kəndin tarixi yaddaşının canlı şahidləridir. Meşəlinin təbii cazibəsini artıran daha bir element onun zəngin su qaynaqlarıdır. Dağlardan süzülüb gələn buz kimi kristal təmizliyindəki bulaqlar və coşqun dağ çayları kəndin həyat damarıdır. Bu sular bölgənin kənd təsərrüfatı potensialını artırmaqla yanaşı, həm də ecazkar ekoturizm marşrutlarının yaradılması üçün əvəzolunmaz imkanlardır. Kəndin mürəkkəb dağlıq relyefi və terasvari quruluşu ona xüsusi bir estetik görkəm verir. Hər mövsüm meşəlinin təbiəti rəngini dəyişir. Yazda şux yaşılın min bir çaları, payızda isə qızılı qırmızı tonlarının möhtəşəm oyununu seyr etmək olar. Bu təbii müxtəliflik rəssamlar və fotoqraflar üçün tükənməz ilham mənbəyidir. Kəndin təbiəti, zəngin meşə örtüyü və təmiz havası gələcəkdə bura qayıdacaq sakinlərin sağlam və firavan həyatını təmin edəcək. Meşəli Qarabağın dirçələn təbiətinin və tarixi ədalətinin bərpası rəmzlərindən biri kimi parlayır. Yolculuğumuzun yarısına çatdıq, amma hekayəmiz hələ indi başlayır. Əgər bu torpaqların hər qarşındakı dirçəlişi bizim gözümüzlə görmək sizə xoşdursa, videonu bəyənərək kanalımıza abunə olaraq bizə dəstək ola bilərsiniz. Sizin hər bir reaksiyanız bu mənzərələri dünyaya tanıtmaq yolunda bizə köməklik edir. Videonun ardında sizə elə kadrlar gözləyir ki, təbiətin və insan əməyinin vəhdəti sizi heyran edəcək. Hələ görmədiyiniz bucaqlar, ruhu dincəldən o xüsusi nöqtələr və Qarabağın gizli qalmış gözəllikləri bir neçə saniyəlik məsafədədir. Axtardığınız o unikal mənzərələrə doğru davam edirik.
İndi isə diqqətimizi Cəbrayılın ən strateji nöqtələrindən birinə Soltanlı kəndinə yönəldirik. Bu günlərdə Soltanlıda bünövrəsi qoyulan yaşayış məhəllələrində tikinti işləri tam sürətlə irəliləyir. Layihənin ilk mərhələsində 330-dan çox evin inşası və müasir infrastrukturun qurulması nəzərdə tutulub. Xüsusilə qeyd etməliyik ki, kəndin bərpası zamanı həm tarixi ənənələr, həm də ən son texnoloji standartlar əsas götürülür. Çox yaxında Soltanlı öz sakinlərini qəbul edərək, bölgənin mühüm logistik mərkəzlərindən birinə çevriləcək. Hadrutun panoramik zirvəsindən başlayan, Xocavəndin sıx meşələrindən keçən, Xanobada, Soltanlıda ucalan yeni divarlara şahidlik edən səyahətimizin sonuna gəldik. Bugün gördüyümüz hər bir kadr sadə bir görüntü olmaqla yanaşı, bir millətin öz torpağına olan əbədi sevgisinin və qrup yaratmaq əzminin sübutudur. Bu doğma yollarda addımlamağa, hər daşın altında gizlənən tarixi və hər yeni binanın gətirdiyi ümidi sizə çatdırmağa davam edəcəyik. Unutmayın ki, növbəti həftələrdən etibarən xarici dostlarımız üçün rus və ingilis dillərindəki buraxılışlarımızla da görüşünüzə gələcəyik. Sağ olun, özünüzə yaxşı baxın.